2018-ci ildə Me Too hərəkatı Kanada sıçradı. Festival rəhbərliyi gender balansı üçün yeni qaydalar tətbiq etdi. Me Too hərəkatı 2006-cı ildə Amerikalı fəal Tarana Burke tərəfindən seksual zorakılığa məruz qalan insanlara dəstək məqsədi ilə başladılıb. Lakin bu ifadə 2017-ci ildə aktrisa Alyssa Milano'nun Twitter paylaşımından sonra qlobal miqyasda yayılmağa başlayıb. 2017-ci ildə nə baş vermişdi? Hollywood prodüseri Harvey Weinstein haqqında ortaya çıxan seksual zorakılıq ittihamları ictimaiyyətdə böyük səs-küyə səbəb oldu. Alyssa Milano sosial şəbəkədə yazdı: "Əgər siz də seksual təcavüz və ya zorakılığa məruz qalmısınızsa, sadəcə Me Too yazın." Qısa müddətdə milyonlarla insan bu ifadəni paylaşaraq yaşadıkları təcrübələri bölüşdülər. Hərəkatın məqsədi seksual zorakılığa qarşı sükutu pozmaq, qurbanlara dəstək olmaq, güclü şəxslərin cəzasız qalmasının qarşısını almaq, iş yerlərində, kino sənayesində, siyasətdə və cəmiyyətdə güvənli mühitlər yaratmaq idi. Bu hadisədən sonra dünyanın bir çox ölkəsində oxşar etiraflar yayıldı. Bir çox tanınmış şəxs ittiham olundu və məsuliyyətə cəlb edildi. Cinsi zorakılığa qarşı qanunlar və iş yerində davranış qaydaları yenidən nəzərdən keçirildi.